Hasan Basri rahimehullah deyir ki, bir kişi başkasıyla kıyamet günü karşılaşacak ve diyecek ki benimle senin alanda Allah vardır. Ve o diyecek ki ben seni tanımıram. Ve diyecek bəli sen benim divarımdan torpaq götürmüşsən. Və yaxud benim divarımdan bir saman çöpü götürmüşsən. Və onda diyecek ki bəli seni tanıyıram. Və yaxud benim köynəyimdən bir ip götürmüşsən. Yani görün necə dəhşətli bir gündür ki insan onu keçməyəcəkdir. Saman çöpünü. Çünkü o gün xəsislik günüdür, insan nəsə qoparmaq istəyəcək ki onunla o savab əldə edərək cənnətə girsin. Həqiqətən o gün xəsislik günüdür. Yani o gün keçmə yoxdur. Yalnız Allah Teala'nın istədikdən başqa. Hatta sənə qarşı ən şəfqətli olanlar belə arzulayacaq ki səndə bir şey tapsınlar. Səni sevənlər, sənə qarşı rəhimli, şəfqətli olanlar belə səndən bir şey tapmaq istəyəcəklər.